adına Karabağ, Azerbaycan. Həftənin əsas hadisələrinə xəbərin statusunda işıq tutmağa çalışacağıq. Hər vaxtınız xeyir. Bu həftə Prezident İlham Əliyev Qazaxstanda dövlət səfərində idi. Astana şəhərinin Beynəlxalq aeroportunda dövlət başçısını Qazaxstan prezidenti Kasım-Jomart Tokayev şəxsən özü qarşıladı. Daha sonra rəsmi qarşılama mərasimi təkbətək görüş baş tutdu. Sənədlərin mübadiləsi Azərbaycan-Qazaxstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi. İstər təkbətək, istərsə də Azərbaycan, Qazaxstan Ali Dövlətlərarası Şuranın ikinci iclası zamanı hər iki liderin iki ölkə arasındakı münasibətlərə yüksək qiymət verdiyinin şahidi olduq. Prezidentin Qazaxstana səfəri xüsusilə orta dəhliz baxımından strateji əhəmiyyət daşıyır. Bu səfər Azərbaycan və Qazaxstan arasında nəqliyyat logistika əməkdaşlığının dərinləşməsi, enerji, rəqəmsal texnologiyalar və ticarət əlaqələrinin genişlənməsi üçün mühüm platforma yaradıb. Ümumilikdə səfər Türk Dövlətləri Təşkilatı məkanında iqtisadi inteqrasiyanı gücləndirən və regional tranzit potensialını yüksəldən addım kimi qiymətləndirilə bilər. Səfərin özü çox mühüm əhəmiyyət daşıyırdı. Bu bildiyiniz kimi həm də Azərbaycanla Qazaxstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin 20-ci il dönümünə təsadüf edirdi və 20 il ərzində Azərbaycanın Qazaxstanın ortaq olaraq keçdiyi yola nəzər salsaq çox böyük bir məsafə qət edildiyinin şahidi oluruq və həm iqtisadi sferada özünü, həm siyasi müstəvidə özünü bir uzə verir. Amma nəticə etibarilə əgər Naxçıvan bəyannaməsinin imzalanması tarixindən başlayaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkənin həyata keçirdiyi siyasətin mahiyyətinə nəzər salsaq, həm Azərbaycan, həm Qazaxstan təkcə iki tərəfli münasibətləri inkişaf etdirməklə kifayətlənmirlər. Eyni zamanda Türk Dövlətləri Təşkilatının geosiyasi güc mərkəzinə çevrilməsi istiqamətində çox ciddi bir mövqe sərgiləyirlər. Bu istiqamətdə həyata keçirilən siyasətin detalları da Cənab Prezidentin səfəri çərçivəsində özünü əks etdirdi. Birinci növbədə kommunikasiya ilə bağlı məsələlər. Yəni bu təkcə Azərbaycan-Qazaxstana aid deyil. Ona görə ki, Qazaxstan və Azərbaycan demək olar ki, o orta xəttin təmin olunmasında aparıcı rol oynayır. Necə ki, Qazaxstan qərb üçün demək olar ki, uzaq şərqə çıxış
kimi öz funksiyasını daşıyır. Eyni zamanda Azərbaycan uzaq şərqin Avropaya çıxışın təmin edir. İki bu dövlət biz bunu etməli olur ki, Xəzərdən kommunikasiyaya təmin edən dövlətlər Qazaxıstanla Azərbaycandır. Ancaq eyni zamanda təkcə bir qlobal layihə kimi yox, bilavasitə Azərbaycan və Qazaxıstanın öz əlaqələrini daha da möhkəmləndirmək üçün o kommunikasiyaların inkişafı vacibdir. Liderlərin birgə bəyanatı zamanı ən diqqət çəkən məqamlardan biri isə Prezident İlham Əliyevin Ermənistanla bağlı çıxışı oldu. Prezident bildirdi ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə bu həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir. bəli, bu qərar sülh prosesində atılan ən qətiyyətli addımdır. Yəni, Azərbaycanın sülhlə bağlı mövqeyinin sözdə deyil, əməldə göstəricisidir. Bunu Ermənistan da yaxşı anlayır. Elə bir gün sonra Gürcüstanda keçirilən 5-ci İpək Yolu Beynəlxalq Forumunda Ermənistanın baş naziri Nikol Paşinyan məhdudiyyətlərin aradan qaldırılmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. İlham Əliyev dünən elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən bu addımına görə Azərbaycan prezidentinə minnətdarlığımı bildirmək istəyirəm. Bu sülh region üçün çox vacibdir. Bu böyük layihə yalnız iqtisadi deyil, həm də sülh və sabitlik üçün önəmli addımdır. Onun nəticələrindən biri kimi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən sülh yolu açılacaq. Şərhçilər bunu Vaşinqton görüşündən sonra atılan ən qəti addımlardan biri hesab eləyir. Ermənistan əvvəllər hər vəclə o Zəngizur dəhlizin indi Trump yolu inşasından boyun qaçırırdısa, indi konkret olaraq bu məsələ ilə məşğul olmağa başlayıb. Bunun müqabilində də Azərbaycan Ermənistana o tranzit keçidlərə icazə verir. Və özdə bu da çox gözəl bir nümunə idi ki, ilk elə bir tranzit Qazaxıstan buğdasının Azərbaycandan keçərək Ermənistana. Bu müəyyən mənada Ermənistana da Rusiyadan asıllığın xeyli aşağı salar. Azərbaycan tərəfindən atılan addım və kommunikasiyaların açılması Ermənistana həm də Qazaxıstan gələn yüklərin Azərbaycan üzərindən çatdırılması, bu yükün taxıl olmasının özü belə mühüm bir humanist mesaj kimi qiymətləndirilməlidir və nəticə etibarilə bu bir daha sübuta yetirir ki, Azərbaycan bölgədə sülhü təşviq edən bir dövlət kimi çıxış edir. Ümumiyyətlə, bəşər tarixində müharibədə qalib gələn, təcavüzə son qoyan və bütün dağıntılara baxmayaraq, törədilən hərbi cinayətlərə, müharibə cinayətlərinə baxmayaraq, humanitar hüququn bütün prinsiplərinə əməl edən sayılı dövlətlər var ki, onlar bilavasitə dərhal sülh təşviqi ilə çıxış edirlər. Sülh təşəbbüsü Azərbaycandan gəlib, Azərbaycan da özünün yol xəritəsinə uyğun olaraq sülh prosesini davam etdirir və atılan addımlar da bir daha sübuta yetirir ki, ölkəmiz Cənubi Qafqazda və daha geniş bir subregionda təhlükəsizliyin, sülhün təmin olunmasında maraqlıdır. Təbii ki, Vaşinqton görüşünün təsirləri bununla da bitmir. Bu həftə Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri uzun illərdən sonra İrəvanda idilər. Ermənistan və Azərbaycanın ekspert icmalarının bir qrup nümayəndəsinin təşəbbüsü və rəsmi strukturların dəstəyi ilə İrəvanda hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə iki tərəfli dəyirmi masa keçirildi. Tədbirdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edirdi. Dəyirmi masada Ermənistan tərəfindən Arek Koçinyan, Boris Novosardyan,
Nayira Sultanyan, Narek Minasyan və Samvel Meliksetiyan iştirak ediblər. Azərbaycan tərəfini isə Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva təmsil edirdi. Müzakirələr zamanı iştirakçılar Ermənistan və Azərbaycan arasında sülh prosesinin perspektivləri, humanitar məsələlər, normallaşan münasibətlər kontekstində iqtisadi və logistik imkanlar və gələcək etimad quruculuğu tədbirləri də daxil olmaqla geniş spektrlə aktual məsələləri müzakirə etdilər. Qrup tərəfindən birgə fəaliyyət planlarının və perspektivlərinin işlənib hazırlanmasına xüsusi diqqət yetirildi. Gəlin səfərlə bağlı daha detallı tədbirdə iştirak edən Ramin İskəndərlidən eşidək. İrəvandakı Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünün bir hissəsi olmaq əlbəttə ki, bu tarixi bir hadisə olaraq mənim üçün də qürur vericidir. Və hesab edirəm ki, bu bir həm ilkdir, həm də ki, ümumiyyətlə Azərbaycan və Ermənistan dövlətlər arasında Vaşinqton görüşündə imzalanan birgə bəyannamənin artıq dövlətlər tərəfindən sülh gündəliyinin elan olunmasının bir parçası olaraq biz də vətəndaş cəmiyyəti olaraq bu prosesə töhfə veririk. Bu görüş bir neçə ilklə yadda qaldı. İlk dəfə olaraq bu iki tərəfli formatda və üçüncü tərəfin iştirakı olmadan həyata keçirildi. Burada nə müşahidəçi, nə də mediator, vasitəçi rolunda heç bir ölkənin nümayəndələri iştirak etmədilər. Bəli, artıq Azərbaycanlıların İrəvana səfər etməsi azalan məxsus təyyarənin birbaşa İrəvana uçması təəccüblü deyil. Sülhün təhlükəsizliyin təmin olunması üçün ən vacib faktorlardan biri qarşılıqlı etimadlı münasibətlərin formalaşmasıdır. Biz artıq rəsmi qurumlar çərçivəsində bu istiqamətdə addımların atıldığının şahidi oluruq. Hökumətlərarası komissiyaların göstərdiyi fəaliyyət özünü ilkin olaraq delimitasiya prosesində də qabarıq şəkildə biruzə verdi. Və bu proses həm də Azərbaycanla Ermənistanın iki tərəfli qaydada üçüncü tərəflərin müdaxiləsi olmadan birbaşa təmasda ola bildiyini və bərabər yanaşı yaşamaq imkanında olduğunu xüsusi olaraq nəticə olaraq ortaya qoyur. Bəlli olduğu kimi müharibət caniləri hər zaman elan edirdilər ki, Azərbaycanla ermənilərin identikliyi onların birgə yaşamasına imkan vermir. Amma bu proses sübuta yetirir ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti institutları yaxından əməkdaşlıq edə bilirlər və məqsəd isə təbii ki, ilk növbədə sülhə xidmət etməkdən ibarətdir. O dövrdə bu görüşləri təşkil edirdilər ki, Azərbaycanı mümkünsə biraz yumuşaltmaq ki, o yeni reallıqlar ki, ermənilər gəlib torpaqlarımızı işğal ediblər, geriyə çəkilmirlər. Bu itki ilə barışmağa elə bil ki, hesablanmışdı. Təbii heç bir zaman biz buna yol açmırdıq. İndi isə vəziyyət tamamilə dəyişdi. O belə olan halda indiki zamanda o barışığı ki, indi dövlətlər arası müqavilə ilə biz təmin etmək niyyətindəyik, vətəndaş cəmiyyətləri də cəmiyyətləri hazırlamalıdırlar və etimadın möhkəmlənməyə xidmət edirlər. Və bu baxımdan çox müsbət qiymətləndirmək lazımdır. Özü də bu bəlkə də ilk belə bir görüşdür ki, heç bir xarici qurumun maliyyə dəstəyi ilə, siyasi dəstəyi ilə həyata keçirilmir. Bilavasitə dövlətlər özləri bunu edirlər. İkinci tərəfdən isə ilk dəfədir, yəni Gürcüstandan keçərək yox, bilavasitə Azərbaycan təyyarəsi İrəvanda aşağı indi. İrəvanda hər iki ölkənin vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşünün keçirildiyi dəqiqələrdə İstanbulda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi ekspertləri Qafqaz Araşdırmalar İnstitutunun direktoru Aleksandr İskəndəryanın rəhbərlik etdiyi erməni analitiklərlə müzakirə aparırdılar. Görünən odur ki, bu proses bundan sonra daha da sürətlənəcək. Bu görüşlər genişlənəcək. Mediada da iştirak edəcəyik sonra. Deputatların da belə bir görüşləri planlaşdırılır. Yəni çalışmaq lazımdır ki, mühit
dəyişsin sülhə doğru. İndi Paşinyan bir hökumət kimi elan edib ki, o sülh partiyasıdır, sülh hökumətidir. Və biz bu düşünürəm ki, istiqamətdə o cümlədən oyunun əməkdaşlıqda fərz edirəm ki, genişləndirməliyik münasibətlərimizi. Bu proses artıq Azərbaycanın özü tərəfindən həyata keçirilir. Qalib dövlət tərəfindən işğala son qoymuş, öz gücü, öz potensialı hesabına və beynəlxalq hüququn norma və prinsiplərini bərpa etmiş bir ölkə tərəfindən həyata keçirir ki, bu artıq reallıqların ortaya çıxmasına zəmin yaradır. Azərbaycan bölgədə sülhün qarantı, zəmanətçisi kimi çıxış etdiyi üçün də bütün görüşlərə açıqdır. Təbii ki, bundan sonraki prosesdə diplomatik ünsiyyətin davam etdirəcəyin şahidi olmuşuq və indiki şəraitdə təbii ki, qeyri-hökumət təşkilatları arasında ola bilsin ki, müəyyən zaman kəsiyindən sonra media subyektləri arasında da biz təmasların şahidi olduq. Bu da çox vacib faktorlardan biridir. Çünki Ermənistanda nifrət nitqini stimullaşdıran camiyə əsasən elə media subyektləridir əsasən və onların da artıq nifrət nitqini yığışdırmağa, sülhü təşviq etməyə qənaətimə görə sövq etməyə lazımdır. Bu istiqamətdə də müəyyən addımların atılması düşünürəm ki, gözləniləndir. Hazırda Qəzzada Birləşmiş Ştatlar Prezidenti Donald Trump'ın təqdim etdiyi 20 maddəlik sülh prosesinə hazırlıq işləri gedir. Maddələrdən də görmək olar ki, proses hələ uzun illər çəkəcək. Bizim üçün isə bu məsələnin başqa bir əhəmiyyəti var. Dünya mediasında, yaxın şərq proseslərində Azərbaycanın adı daha qəti şəkildə səslənməyə başlayıb. Xüsusilə də Misirin Şarm-el-Şeyx şəhərində keçirilən yaxın şərq sülh samitində ölkəmizin iştirakı dünya mediası üçün bundan sonra baş verəcəklərə də bir mesaj oldu. Onlar Qəzzada bundan sonra həyata keçiriləcək sülh məramlı təşəbbüslərdə Azərbaycanın adını tez-tez hallandırırlar. Bu təsadüfdürmü? Şərhçilər bunu Azərbaycanın artan nüfuzu ilə əlaqələndirir. İlkin səbəb təbii ki, Azərbaycan dövlətinin və onun liderinin nüfuzu ilə bağlıdır. Və bugünə qədər ölkəmizin həyata keçirdiyi humanitar siyasət Azərbaycanın uzun illər boyu ən müxtəlif qütblərin, mövqelərinin uzlaşdırılması üçün platforma rolunu oynaması buna stimul verən faktor kimi dəyərləndirilməlidir. Və Azərbaycan həm də çox az sayılı ölkələrdəndir ki, bölgənin bütün dövlətləri ilə normal münasibətlərə malikdir. Yəni, faktiki olaraq hələ həm Fələstin tərəfi ilə, həm deməli, regionun ərəb dövlətləri ilə yaxın əlaqələr var, o cümlədən prosesdə iştirak edən qardaş Türkiyə ilə strateji tərəfdaşlığı var. Həmçinin də İsrail ilə Azərbaycan arasında uzun illərdən bəri etimadlı münasibətlər formulaşır. Məhz bu etimad mühitinin yaradılması və Azərbaycanın prosesdə tərəfsiz olması və yalnız beynəlxalq hüquq normalarından çıxış etməsi, eyni zamanda humanitar siyasəti önə çəkməsi ölkəmizin prosesdə iştirak etməsinə zəmin yaradır. Azərbaycan bir tərəfdən çox yaxşı bir nümunədir ki, məsələlər sülh yolu ilə sonda, yəni müharibəyə baxmayaraq həllin tapa bilər. Və bu bir nümunə kimi düşünürəm ki, Azərbaycan orada özünü təqdim edirdi. İkinci məsələ isə ondan ibarətdir ki, Azərbaycanın gözəl, yaxşı münasibətləri var. Həm İsraillə, həm də Fələstinlərlə, ərəb ölkələri ilə. Azərbaycana etimad kifayət qədər yüksəkdir. Və belə olan halda indi baxın, o gərginlik ki, İsrailin Suriya ilə var, o danışıqlar Azərbaycanda onların keçir. Türkiyə ilə İsrail arasında indi bir gərginlik var. Onların da müəyyən kommunikasiyaları, danışıqları Azərbaycanda keçir. Və indi orada sülh təmin etmək üçün sülh məramlı qüvvələrə ehtiyac yarandığı halda Azərbaycanın bu sahədə də kifayət qədər təcrübəsi var və biz yüksək səviyyədə bu fəaliyyətimiz Afqanistanda qiymətləndirilib, İraqda, Kosovada. Ermənistanda təmizləmə, yenilənmə prosesləri davam edir. Keçən həftə dırnaqarası din xatimlərinə qarşı həyata keçirilən həbs dalğasının növbəti mərhələsi haqqında məlumat vermişdik. Bu həftədə həbslər davam etdi, ancaq bu dəfə kilsə nümayəndələrinə qarşı deyil. Ermənistanın hüquq mühafizə orqanları Gümrü meri Vardan Kukasyan və 7 nəfəri korrupsiya ittihamı ilə həbs etdi. Prosesləri anlamaq üçün əvvəlcə Gümrü şəhərinin sosial, siyasi və hərbi vəziyyətinə nəzər yetirmək lazımdır. Gümrü şəhəri Ermənistanda Rusiyapərəst qüvvələrin dayaqlarından biri hesab olunur. Bunu bir neçə səbəblə əlaqələndirə bilərik. Məsələn,
Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası şəhərin həm sosial, həm də siyasi mühitinə ciddi təsir göstərir. Bu baza Rusiyanın regiondakı ən mühüm strateji obyektlərindən biridir. Gümrü sakinləri arasında Rusiyaya tarixi, iqtisadi və mədəni bağlılıq daha güclüdür. Bir çox ailələrin Rusiyada yaxınları var və əhalinin bir hissəsi Rusiya ilə münasibətlərin pozulmasını mənfi qarşılayır. Ermənistanda keçirilən seçkilərdə Gümrü seçicilərinin əhəmiyyətli hissəsi daha çox Rusiyaya yaxın qüvvələri dəstəkləməyə meyilli olub. Şəhərdə işsizlik səviyyəsi yüksək olduğundan Rusiyadan gələn pul köçürmələri yerli iqtisadiyyat üçün vacibdir. Bu da ictimai fikirdə Moskva yönümlü yanaşmanı gücləndirir. Beləliklə, həm hərbi varlıq, həm ictimai rəy, həm də iqtisadi asılılıq Gümrünü Ermənistanda Rusiya pərəst təsir mərkəzlərindən birinə çevirib. Belə olan halda mövcud siyasi hakimiyyətin şəhər meriyasını təqib etməsini məntiqli addım adlandırmaq olar. Üstəlik, həbs dalğası üçün hökumətin əlində kifayət qədər əsas da var. Paşinyan əslində anlayır ki, onun demək olar ki, Rusiya tərəfdarları və Rusiyadan demək olar idarə olunan Ermənistanda Paşinyanın rəqibləri hər vəclə çalışırlar onu seçkiyə qədər hakimiyyətdən uzaqlaşdırmaq, yıxmaq. Onlar ki, Ermənistanın ənənəsi ondan ibarətdir ki, əvvəl hakimiyyəti hər cür yolla ələ keçirtmək, sonra seçki keçirib buna bir qanuni don geyindirmək. Anlayırlar ki, seçkiyə məsələ qalsa Paşinyan kəndə bunları gəlib udacaq. Ona görə bunlar indi Gümrü nümunəsində bir bütün Paşinyanı qəbul etməyən qüvvələri, halbuki tamamilə fərqli bir qüvvələrdir, bir araya gətirib Paşinyanı yıxmaq üçün. Gümrüdə bu baş verdi, ancaq orada Paşinyan çox gözəl bilir ki, kimlər tərəfindən idarə olunur. Gümrüdə Rus hərbi bazasının olmağı, konsulluğun olmağı mafioz kommunistlə Avropa yönümlü qüvvələri birləşdirməyə demək olar ki, köməklik etdilər. Bunu anlayır, ona görə təmizləmə əməliyyatını aparır. Ortalıqda dolanan prosesin mahiyyətində də əslində elə korrupsiyadan əldə olunmuş vəsaitlər dayanır. Çünki həmin vəsaitlər son nəticədə həm revanşizmi stimullaşdırmaqda, xarici maraqları ifadə etməkdə və kilsənin mövqələrini, revanşçı kilsənin mövqələrini möhkəmləndirməkdə xidmət edir ki, biz bunu Samvel Karapetyanın atdığı addımların timsalında da görmüş. Baxımdan da Gümrü istiqamətində sabitliyin bərpa olunmasının da çox vacib faktorlardan biridir. Bu həm Azərbaycanla sərhəddə olan bir ərazidə baş verən proses kimi, eyni zamanda Zəngəzur dəhlizinin keçəcəyi bir ərazi kimi nəticə etibarilə çox böyük göstərici əhəmiyyətə malik olan bölgədə. Ola bilsin ki, Ermənistan tərəfi həm deməli korrupsiya amillərini, həm də təhlükəsizlik faktorlarını nəzərə alaraq bu qəbildən olan addımlar atır. Amma bu prosesin davamlı olacağı gözləniləndir. Çünki cinayətkar dəstələrin, şəbəkənin, hansılar ki, Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin bərpa olunmasında maraqlı deyirlər və yenidən qan çanağına çevirmək istəyirlər bölgələri. Onların maliyyə mənbələri kəsilməyənə qədər təbii ki, bu proses davam edəcək. Dünya ictimaiyyəti fiyaskoya uğrayan Alyaska görüşündən sonra Birləşmiş Ştatlar və Rusiya liderlərinin tarixi Budapeşt görüşünü səbirsizliklə gözləyirdi, lakin gözlənilən olmadı. Budapeşt görüşü baş tutmadı. Donald Trump jurnalistlərə açıqlamasında görüşün ləğv olunmasına belə əsas gətirdi. Biz prezident Putinlə görüşü ləğv etdik. Hiss olunurdu ki, bu düzgün deyil. Mənə elə gəlirdi ki, lazımı məqsədə çata bilməyəcəyik. Bir tərəfdən isə Rusiya prezidentinin bu görüşdən imtina etdiyi deyilir. Macarstanda ən azı hər hansı bir nəticə əldə olunmalıydı və bu yaranmış vəziyyət onu sübuta yetirir ki, nə Rusiya tərəfi göndərdiyi sənədə əsasən hansısa bir addım atmaq niyyətində olmayıb, ənənəvi mövqeyində qalıb və təbii ki, belə olduğu təqdirdə Alyaska görüşündən sonra hər hansı bir irəliləyiş baş vermədiyi üçün də Macarstanda görüşün keçirilməsi həm də bu səbəbdən baş tutmaya bilərdi. Eyni zamanda Avropa İttifaqı liderləri buna etiraz edirlər. Bəlli olduğu üçün Macaristan Avropa İttifaqının üzvüdür. Rusiya ilə nə qədər münasibətlərdə deməli
mərkəzçi mövqedən çıxış etməsinə baxmayaraq öz maraqlarına xidmət edən addımlar atmasına və iddialı mövqe ortaya qoymasına baxmayaraq hər halda Avropa İttifaqının üzvü olan dövlət. Əslində görüşün Macarstanda keçirilməsi Avropa İttifaqının bəzi liderləri və ölkələri tərəfindən bütövlükdə Avropa İttifaqının iradəsini sarsıtmaq kimi qəbul olunurdu. Ola bilsin ki, bu müqavimətdən də doğan bəzi məsələlər var, amma fundamental əsas məsələ ortalıqda hər hansı bir razılığın olmamasıdır. Əgər nəticə olsaydı, təbii ki, Trump deməli sanksiya paketlərini elan etməz. Putin əslində hesab edirdi ki, Trump vasitəsilə Ukraynanı təslimçi sülhə məcbur edə bilər. Ancaq indi nə qədər Trump'ın öz məqsədi var. Ondan ibarətdir ki, o Rusiyanı axıracan sıxıb və Çinin əl altına çevrilməyin istəmir. Ona görə Ukraynanın hesabına elə bil ki, Putinin bir iştahlarını təmin etmək istəyərdi. Ancaq orada Ukrayna var, orada Avropa var. Onlar deyirlər ki, yox, buna yol vermək olmaz. Putin əslində məqsədi o idi ki, lap orada heç nə əldə olunmasa da Budapeştdə nümayiş eləmək ki, mən tədrici olmamışam, görürsən, oturub qabağa Trumpla söhbət edirəm. Ancaq Trumpa qarşı onun o Putinə ürək yumuşaqlığı Respublikaçı partiyasında qiyamla nəticələnə bilər. Ona görə o da götür-qoy elədi, dinləmə lazımdır Putin və o görüşdən imtina elədi. Bu həftəlik bu qədər. Gələn həftə yenidən görüşənə qədər hələlik. Eşq olsun Azərbaycan xalqına, Qarabağ, Azərbaycan.